Salam yoldaşlar, hər vaxtınız xeyir. Kanalıma xoş gəlmisiniz. Bu mənim ilk videomdur. Özüm haqqında qısa danışdığım videonu da paylaşacağım. İstəyən baxar. Videonun kontentinə toxunmaq istəmirəm. Elə isə başlayaq. Videonun kontenti adından da məlum olduğu kimi Android emulator root səlahiyyətinə çatdırmaq və oradakı trafiki Burp-Suite'a yönləndirməkdir. Bu əslində belə deyək. Mən burada Android Studio'dakı emulatordan istifadə etmişəm. Orada hansı ki iki versiyada belə deyək də emulator işə salmaq olur. Biri Play Store'lu versiya, çox lor dildə deyirəm, başa düşülən olsun. Biri də Play Store'suz versiya. Play Store'suz versiyanı bəsit şeylərlə də root səlahiyyətinə çatdırmaq olur. Amma Play Store'lu versiya üçün o qədər də asan deyil. Yəni onunki qədər asan deyil. Yoxsa edəcəyimiz əməliyyatları gördükdən sonra özünüzdə görəcəksiniz ki, çox asandır əslində. Elə isə başlayaq. Və bu videonun kontentinə görə elə hesab edirəm ki, artıq Android Studio, emulator, Burp-Suite, proxy nədir filan bu şeyləri bilirsiniz. Təbii ki, bunlarla bağlı videolarda çəkəcəm, amma bu videonun mövzusu deyil. Elə isə emulatorumuzu işə salmaqla başlayaq. İlk öncə emulatorumuzu işə salaq. Emulatorumuz işə düşənə qədər həmin toolları yükləyərik. Gəlin, gedək, emulatorumuzu işə salaq və mənə lazım ola biləcək linkləri, belə deyək, direktorləri və s. hamısını bura qoymuşam. Desktopum, belə deyək də, bunu TXT dokumentimi desktop kimi istifadə edirəm, çünki desktopumda çox məlumat var, onların görsənməyini istəmirəm. Daxil oluruq bu direktoriya və emulatorumuzu işə salırıq. Emulatorumuz işə düşənə qədər daxil oluruq bu linkə. Google açaq. Daxil oluruq bu linkə və Magisk'i buradan yükləyirik. Ondan sonra daxil oluruq bu linkə. Always Trust User Certificates. Bax, bunu yükləyirik, bu zipi. Bunu niyə yükləyirik? Təbii ki, bunu da izah edəcəm. Əslində, elə videonun kontenti məhz bu hissəsidir. Bura qədərki hissəni rahat etmək olur. Bunları yükləyirik. Mən bunları rahatçılıq olsun deyə desktopa qoymuşam. Hansı ki, buradan da görə bilirsiniz. Buradan və buradan. Bunu gəlin, eləyək, qoyaq bura. Birinci bunu eləyəcək çünki. Android emulatorumuz açıldı mı? Bunu qoyaq bura. Bizə məşğulluq törətməsin. YouTube internet varmı? Biraz gözləyək. İnternetimiz var. İnternetimiz Wi-Fi'dir mi? Yoxsa mobildirmi? Ondan da bir dənə əmin olaq Wi-Fi'dir. Əla, demək var. Zaten o birisi halda da var, amma bizim işimiz yəni Wi-Fi-dan proxy qoşub yönləndirmə olacaq da, belə deyim. Zaten fərqi yoxdur, neysə. İndi biz həmin bu faylları, daha doğrusu belə deyək də, APK-nın zipi yüklədik, qoyduq desktopumuza. Onun ünvanlarını gətirdik, qoyduq bu komanda. ADB push komandadır, hansı ki bilirsiniz. Belə deyək. Bu emulatoru çalışdırdığımız cihazdan emulatora belə deyək də fayl göndərmək üçündür. İndi həmin bu birinci Magisk'imizi ADB push komandı ilə göndərəcək emulatorumuza. İlk öncə daxil olub faylsa, baxaq görək burada nə var. Bunları gəlin silək. Biz sıfırdan izah edirik. Android emulator, bu burada işləməyəcək. Qaydaq form olsa və bunu işə salaq. İndi buradan belə eləyək, bir də belə eləyək, gəldiyini görək. Daxil oluruq bura, Magisk'i yükləyirik. Update edirik. Open edirik. Magisk'imiz açılır. Mən bu prosesləri artıq, hətta yəqin burada mod yoxdur, əla. Mən bu prosesləri etmişəm deyə belə göstərir. Açıldıqda belə deyək də, gəlin buradan bir shell alaq.
Shell. Okay. Hə, verdi. Sizdə bu əməliyyat zamanı bir icazə soruşacaq. Həmin icazəni verəcəksiniz. Ondan sonra telefon reboot olacaq. Yəni yanıb sönəcək və ondan sonra siz root səlahiyyəti əldə etmiş olacaqsınız. Bu, bura qədərki hissəmiz. Okay, biz artıq root səlahiyyətini əldə etdik. İndi gəlin trafiki börpə necə yönləndiririk, buna baxaq. İlk öncə daxil oluruq Google-a. Daxil oluruq Google-a. Bura bir gəlin Azərbaycan yazaq. Azərbaycan. Nə oldu buna? Nəsə problem var. Bəlkə proxy qoşulub artıq? Yox. Yox. Gəlin disconnect eləyək, yenidən qoşulaq. Çünki bayaq YouTube işləyirdi axı. No internet access. Niyə? Aha, qoşuldu. Niyə belə edir? Bunu yandıraq, bəs görək nədir problem, başa düşmədim. Google-dadır problem, yoxsa nəsə yönləndirmədə problem var. Bayaq çünki YouTube işləyirdi, axı interneti yoxladıq. Connected dedi. YouTube-a bir də daxil olaq. Okay, internetimiz var. Yəni internetimiz var. Bəs niyə Google belədir? Onu bilmədim. Bir də yoxlayaq. Bu nədir? Bu nida? Mən bu problemi həll edim, gələcəm. Aha, videomuz davam edir. Yoldaşlar, problemin həll olması üçün heç nə etmədim. Sadəcə bir neçə dəfə Wi-Fi söndürdüm, yandırdım, düzəldi. Çünki zaten bir xətamız yox idi. Niyə elə edirdi, anlamıram. Arada olur. Emulatorda bəzi belə tutulmalar və s. bu tip hallar olur. İndi daxil olaq yenidən Azərbaycan yazaq. Okay. İnternetimiz var. Biz harada qalmışdıq? İndi okay. Gəlin Burp Suite-da bəzi konfigurasiyalar var. 1-2. Onu edək. Ondan sonra trafikin börpə yönləndirilməsini, o börpün sertifikatının sistem, user sertifikatları və daha sonra sistem sertifikatlarına əlavə olunması mərhələsinə baxaq. İndi hələlik, Google-a mən bayaq bunun üçün girmişdim ki, görək, hələlik bizim proxy-də heç bir əlaqəmiz yoxdur. Yox. Hələlik belə bir axtarış edək, görürük ki, emulatorumuzun proxy ilə heç bir yaxından, uzaqdan əlaqəsi yoxdur. İndi gəlirik bura. Bura bir dənə rahatçılıq olsun deyə bütün interfeyslərdən dinləyən və yenə rahatçılıq olsun deyə belə bir port nömrəsi ilə bir listening belə deyək də düzəldək, hazırlayaq, OK deyək, OK. Bütün şəbəkədən 99.99 portundan dinləməyə qoyduq biz proxy-ni. Daxil oluruq bura. Təbii ki, bu hələ heç nədir. Yəni, bu halda bir şey ola bilməz. Biz device-ımızı, yəni emulatorumuzu, Wi-Fi-ni, belə deyək, proxy-sini yönləndirəcək həmin bu adresə. DHCP yox, proxy-yə daxil oluruq. Manual. Portumuz 99.99-dur. Proxy'miz 10.0.2.2'dir. Bu belə deyək də device'ımız üçün belə deyək 127.0.0.1-ə bərabərdir bir növ. Yəni device'ımız bunu biz necə Google Chrome'da belə deyək də kompüterdən proxy-ni yönləndirəndə əsasən 127.0.0.1-ə yönləndiririk. Device-ımız bunu bizim host cihazımız başa düşür. Yəni bizim host cihazımıza yönləndirir. Host cihazımız da bütün interfeyslərdən dinlədiyi üçün
Okey, videonu davam edeyim. Host cihazımızda bütün interfeyslərdən dinlədiyi üçün trafiki özünə belə deyək də əks etdirəcək. Bunu bağlayaq. Okey. Yadda saxlayırıq. Yenə emulatorumuz dondu, həmişəki kimi. Bunun kompüterin parametrləri ilə demək olar yaxından uzaqdan bir əlaqəsi yoxdur. Emulatorların adətidir bu. Kompüterin parametrləri olduqca yüksəkdir. Amma emulatorumuz canını tapşırdı. Gəlin söndürək, yenidən açaq. Olur bəzən belə problemlər. Hətta videoda olması daha yaxşı haldır. Canlı həll yolları təklif edə bilək. Okey, belə hallarla rastlaşdıqda heç bir problem yoxdur. Yenidən başladıq emulatorumuzu, qaldığımız yerdən davam edərik. Okey, ilk öncə qayıdaq emulatora. Komandamızı işə salaq, device'ımız gəlsin. Okey, emulatorumuz açıldı. Qaldığımız yer arada qalmışdıq. Biz proxy-ni konfigurasiya edirdik. Donduğu üçün yenidən etməli olacaq. Manual. Okey, 10 0 2 2 99 portu yadda saxlayaq. Görək börpə nəsə gəldimi? Gəlin elə bu səhifədə də qalaq. Yavaşdan nələrsə gəlməlidir artıq. Okey. Hətta bu belə olmalı deyildi, amma bütün trafik niyə görsənir? Çünki sertifikatı və s. silməmişəm. Silmiş olmalı idim. Eyb yoxdur. Elə fərz edək ki, heç bir sertifikatımız və s. yoxdur. O vəziyyətdə də izah edək. Biz nə edirik? Gəlin, bizi çarıqdırmasın deyə bölpü bağlayaq. Gəlirik ayarlara, settings'ə. Daxil oluruq security'yə. Buraya. Install a certificate. Amma sertifikatı hardan əldə edəcək? Daxil oluruq Google'a və buraya yazırıq Pursuit Professional. Buradan çox kiçik də görsənsə bir CA certificate var. Onu klikləyirik, basılı tutmuruq. Klikləyirik, yükləyirik. Kəsən 2 dəfə yükləndi, eyb yoxdur, heç bir problem yoxdur. Belə yazıldığına baxmayın, yüklənir. Okey. Bunu rename edirik. Deyir yox. CR formatda yadda saxlayırıq. Təsdiqləyirik. Buradan çıxırıq. Daxil oluruq faylsa. Yüklədiyimiz sertifikat buradadır hansı ki. Okey, bunu bu vəziyyətdə hər halda okey, bu belə olmaz. Yenidən daxil oluruq. Settings'ə həmin ünvana bir də gəlirik. Security. Buna daxil oluruq. Install certificate. C certificate. Install envy. Və bu sertifikatı, user sertifikatları yükləyirik. Hara düşdüyünü görmək üçün isə bu ünvana gəlirik. Yenə user'da yüklədiyimiz sertifikatı görürük. Biz bu vəziyyətdə artıq bura qədər etmişiksə, bu mərhələdə Google'dakı trafiki gərək bölpümüzü yenə açaq. Buranı bir click restore eləyək. Hətta no internet connection nəsə oldu deyəsən. Bir də baxaq, Azərbaycan. Yox, var internetimiz. Emulatorda hərdən belə problemlərimiz olur, eyb yoxdur. Okey, daxil oluruq. Bura, məsələn, görürük ki, Wikipedia'da bir də gələk bura. Görürük ki, sorğularımız buradadır. Okey, trafik yönləndirilir həqiqətən də. Yox eləyək buradan. Lakin, işimiz burada bitmir. Biz Google'un trafikini yönləndiririk, amma bəzi applicationlar olur ki, telefonumuzda öz trafikini börp kimi, belə deyək də, kənardan yüklənmə sertifikatlara güvənib yönləndirmək istəmir, icazə vermir. Məsələn, YouTube.
İndi təbii ki, bu da açılacaq, onda belə çıxır. Tam silməmişəmsə bayaq. Əla, heç olmasa bunu görə bilirik ki, açılmır. Bax bu hal. Mən elə bilirdim çünki videoya başlamamışdan qabaq hamısını silmişəm, sistemdən təmizləmişəm. Deyəsən bir yerə qədər silmişəm. Okay, baxın, görürsünüz ki, trafik yönləndirilmir. Hətta paralel olaraq, gəlin Google-u da açaq. Hər şey gəlir, burada görsənir. İnternetə erişim var. Azərbaycan yox, məsələn, gəlin burada Türkiyə axtaraq. Məsələn, erişim var internetə, trafik yönləndirilir, hər şeyi görürük, amma paralel olaraq YouTube-a daxil oluruq, heç nə yoxdur. Məsələn, heç nə yoxdur. Bu halda nə edirik? Bunun ümumiyyətlə niyəsindən danışım. Niyəsi budur ki, bizim əlavə etdiyimiz bölgün sertifikatı, bu yenə bizi karıxdırmasın deyə gəlin bura belə eləyək. Bizim əlavə etdiyimiz bölgün sertifikatı user sertifikatlardadır. YouTube isə user sertifikatları güvənmir. Biz bölgün sertifikatını sistem sertifikatlarına əlavə etməliyik. Daxil olaq bura, onu haradan görə bilərik? Daxil oluruq bura. Daxil oluruq bura, user. Buradadır bizim sertifikatımız. Amma biz onu bura əlavə etməliyik. Sistem sertifikatlarına. Yəni, sistem Portsvigerin sertifikatına güvənməlidir. Təxminən buralara düşür. Belə baxanda bilirəm ki, yoxdur da. Bütün hamısını gəzməmişsə. Bu buralara düşür. Bunun arasına. Okay, indi gəlin bu əməliyyata baxaq. Daxil oluruq Magiskə. Bu necə baş verir? Daxil oluruq modulsa. Install from storage. Həmin bayaq yüklədiyim deyəcəkdim, amma əla, heç yükləməmişəm. Elə yerindəcə göstərim. Bu linkdən, ikinci linkdən yüklədiyimiz Always Trust User Certificate, hansı ki, bax bunu yönləndiririk. Bir dənə CMD-mizi açaq. Bayaq donordu filan deyə bağlamışam hamısını. Okay. Gəlin CMD-mizi açaq. Digər komandımızı da götürək. User Certificate. Bunu göndərək emulatorumuza. Daxil olaq bura. Recent verək. Təzədən downloadsa gələk. Okay, düşdü bura. İndi, Magistəyə artıq gələk çıxmazdı, amma eybi yox. Daxil olaq yenidən Magiskə. Modulsa gəlirik. Install from storage deyirik. Həmin bu zip faylını seçirik. Okay deyirik. Telefonu reboot edirik. Emulatorumuzu belə deyək də. Reboot olmağını gözləyirik. Videonun vaxtı uzun olmasın deyə reboot olduqdan sonra yenidən davam edəcəm. Okay, yoldaşlar, telefonumuz yenidən açıldı. Elə indi açıldı hətta. Okay. Gəlin, əvvəlcə birbaşa yoxlamadan, yəni internetdən, YouTube-dan və s. yoxlamadan nə baş verdiyinə bir də baxaq. Daxil olaq bura. Bura. Okay. Sertifikatımız user'da durur və baxaq görək sistem sertifikatlarına da əlavə olunub mu? Aha. Biz artıq görürük ki, dedim ki, bunun arasına düşürdü. Portsvigerin sertifikatı sistem sertifikatı kimi yadda saxlanılıb və aktivdir. İndi gəlin trafikin izlənməsinə bir də baxaq. Pursuit'umuzu açaq. Buradan historiyanı silək. Emulatorumuzu açaq. Görək, işləyirmi? Turbaz, məsəl üçün. Okay, trafik var. İşləyir, tapaz, məsəl üçün. Trafik yönləndirilir Google-a, daha doğrusu börpə. İndi daxil olaq YouTube-a. Arxa planda sorğu atmasın deyə bunu buradan birbaşa silirəm. Trafiki, historiyanı da silək. YouTube-a daxil olaq. Görək YouTube-un, belə deyək, trafiki də yönləndirilirmi və görürük ki, bəli, YouTube-un trafiki də yönləndirilir. Okay. Belə düşünürəm ki, videonun kontentindəki belə deyək, problemi həll etdik. Kontentindəki də deyirəm, yəni videonun başlığındakı problemi həll etdik. Bu qədər dostlar, bu qədər sadə, bu qədər bəsit. Bəzi belə deyək, YouTube-da videolarda mən özüm də rastlaşmışam.
belə deyim. Düzdür, bunu